Salamlar, ümid edirəm ki, yaxşısınız, daha yaxşı olması nələr mümkün. Bugün mən Abbas və Şəfa sizinlə birlikdə Toplan konu bizik mövzumuzun 3-cü bölümündəyik. Bundan öncə kiçik statlı videolar paylaşsam da uzun videomuz yenidən budur. Uzun zamandır video atmırdım. Özüm də yenidən bir transformasiya dönəmindəydim. Bu dönəmdə fərqli şeylər yaşadım, fərqli vəziyyətlər gördüm. Bunları da sizdən bugün bölüşəcəm. Amma əsas mövzumuz küllərindən yenidən doğmaqdır. Bugün həm bir date hazırlaşıram, bir işim var, yola gedəcəm. Həm də sizinlə bunu bölüşmək istədim. Ümumiyyətcə, biz həyatımızın bəzi mövzularında, bəzi mövqelərdə hər zaman nə edirik? Gedirik, düşürük, ya düşən vaxtı bəzi proseslər üçün özümüzdə yeniliklər axtarırıq, ya o yenilikləri görürük, yenidən etməyə davam edirik. Və ya da ki, bu proseslərin heç birini vecimizə almadan yenidən davam edirik. Bunların hər biri bizim həyatımızda fərqli döngülər yaradır. Bu arada özümə vurduğum yaşı rəngdə kremdir, nəmləndirici kremdir. Rahat olmayın. Bu dönəmlərin hər birində fərqli mövqelər, fərqli proseslər baş verir. Çox ağlı dönəmdir. Çünki düşünün, normal insanlar ya da normal vəziyyətdə olan insanlar, energetik hiçbir şey hiss etməyən insanlar heç veclərini almırlar o anlarda. Amma energetik olarak hissedəndə sən ətraflarının sənə yalan dediyini, necə bir emosiyada olduğunu, ara vəziyyəti hər birini hiss edirsən. Bu bir müddətdə ağırlı bir vəziyyət olur. Ağırlı bir vəziyyət olur, incitli bir vəziyyət olur. Qırılırsan o dönəmdə. O dönəm aldığım qərarlardan ən böyüyü də elə. Yəni bu insanlar indi burada deyirlərsə, bundan sonra olmaqlarının bir mənası yox oldu. Doğrudan da elə etdim. Nə belə açıq deyəcəm. Nə vecimi aldım, nə də ki o dönemdə olmasını istədiyim, istemediğim insanları ayırdım. Herkes eyni konumda oldu benim için. Ve demək istədiyim odur ki, hiçbir şekilde yıxılanda əl gözləməyin. Dəstəklər olacaq sizə, amma dəstəklərə belə lazım olan qədər cavab verin. Hər zaman bir pik nöqtəniz, bir dur nöqtəniz olsun. Çünkü o yıxdığınız güllənin yıxılmasının tek senaristi siz değilsiniz. Buna icazə verən insanlar, buna şərait yaradan insanlar, bunun o şekilde olması için göz yuman insanlar, hamısı orada bir roldadır. Eğer bir de en pis birisinden, o dönem bittikten sonra herkes bir ağıllılık vəziyyətinə girir. Sanki bilirdim, mesela diyecektim bunu, bu şekilde olacağını diyeydin. Lütfen sen bana bunu diyeydin. Ne olar sen bana bunu diyeydin. Niye demedin? Niye yani demedin? Niye bana yol olmadın? İnsanların yaşadığı şeyi bilmeden onları yargılamağı da çok asandır. Ona göre de çok da bu fikirlərə vəciz almayın. Hər zaman planlarınızı danışmayın. Heç bir zaman yaxınınız, ən yaxınınız olsun. Heç bir zaman bir addım ötənizi danışmayın. Cidden danışmayın. Peşman olacaqsınız. Yani məndən sizə bir tövsiyə. Çünki bu həyatda xoşbəxt yaşamaq istəyirsinizsə, planı qurun, həyata keçin. İcraatı bitirəndən sonra sakitcə davam edin. Xoşbəxt olmaq istəyirsinizsə münasibətinizdə sakit yaşayın. Xoşbəxt olmaq istəyirsinizsə ailənizdə, münasibətinizdə və ya da ki işinizdə sakit işinizi görün. Bilinen anda, yəni bilin ki o işdən sizə böyük bir xeyir gəlməyəcək. Bir potluq çıxacaq. Mən yüzüyə baxmaq sevirəm çünki yüzümdə çox şəkildə bir parlaqlıq, pəmbəlik olmağını sevmirəm. Efektimi tam şekilde görə bilmirəm, ona görə sorun olmasını istəmirəm. Neyse, deməm o idi ki, biraz qarışıq oldu, sizdən söhbət kimi oldu, məni çox sevindirdi. Gələcək bölümdə travmalar olacaq. Bu arada bu dönemde travmalar da yaşadım. Yani bundan sonraki böyük ihtimal sizinlə videomuz sırf başka bir mövzuda olacaq, sizin təcrübələnəcəyiniz bir mövzuda olacaq. Çünkü insanlar çok zaman şey düşünürlər, sanki bir insan bir şeyi demirsə veya bu şekildedirsə, bu şekilde devam etmelidir. Yok. İnsanlar danışmadan da, bəzi şeyləri proses etmədən də onları yaşayır, çok rahat şekilde yaşayır özdə. Demeye ihtiyacı bile duymurlar. Ben de onlardan biriydim, demirdim. Ehir durmuyordum. Niye diyorum? Çünkü
Yəni bəzilərinə məni tanıyanlar bilir, amma tanımayanlar üçün biraz qatı xarakterli olsa da, mənim bir müəllimim bir sözü var idi. Qızım, bu qədər qatı olma, qatı olan insanlara həyat daha çox ağırdır. Və mən çox energetik bir insan idim. O zamanlarda belə mənə deyirdi ki, düşünün, birinin qolunu belə tutanda onun ağrısını hiss edə bilirdim bütün bədənimdə. Və bu qədər bir sərt özünü göstərməyə çalışan bir insanın ağrılar daha çox olacaq deyirdi mənə hər zaman. O an başa düşə bilmirdim, o an anlaya bilmirdim, amma bu təzədən qurma dönəmində o qədər gözəl şəkildə anladım onu. Gəldim yerdən göz makyajımı elədim. Neysə. Bu həyatda dediyim kimi yıxımlar normal bir şeydir. Həmişə demişəm. Bir insan eğer ki heç bir zaman uduzmadığını düşünürsə, birinci dünyanın en axmaq insanıdır. Ellere düş, gönüllere düş, hani düşmüyorsa gönüllere düş. Eğer bir insan hayatta hiçbir zaman uduzmayacağını düşünürsə, dünyanın en axmaq insanıdır. Doğrudan uduzan insanlar veya səhv edən insanlar, inanın ki mənə, bu həyatda hər zaman qabaq gedəcək insanlardır. Səhv etdikdən sonra o səhvdən dərs alan insanlar bu həyatda uduzmurlar, nabura çox qazanan insanlar olur. Səhv etdikdə, çünki siz o paradigmaların hər birini bilirsiniz. Həyatın illüziyaları zaten bizim yaşadığımız vəziyyətlərdir. Baxın, bu yıxım, bu düşmə dönəmləri hər bir illüziyadır. Bilirsiniz nəyi göstərir? Biz bu dönəmin əslində necə də hələ altındayıq. Biz necə də bunun altında əzilirik. Bunu göstərir bizə. Bunu fərqinə varmağımız da bizdən asılı olan bir şeydir əslində. Buna görə də biz bu dönemdə yenidən öz həyatımıza geri dönməyimiz və bir qəbul dövründə olmağımız lazımdır. Geçen dəfə bir Padrikoma bu sözü işlətmişdim. Yəni, niyə hər zaman mən yaşayıram bunları sualını vermişdi. Bir dəqiqə. Niye her zaman bunları yaşayıram? Bəs də artıq yoruldum. Kimi sözlər dedi. Bir söz işlətdim. Səbir zamanı əsirdir. Doğrudan da səbriniz zamanınızı əsirdir. Zamanı doğru şəkildə işlətdiyiniz anda səbir sizin işləyəcək. Amma sadəcə səbir çəkərək və ya səbir eləyərək həyatın doğru şəkildə getdiyini düşünməyiniz birazcık da sizin illüzyada olduğunuzu gösterir. Çünkü əsir olmakla zamanın əsrini doğru şekilde işletmemiz farklı yollarda. Değil sana geri dönmem. Durun göstereceğim şimdi. Bir göz makyajımda, bir de pomadamda dikkatimin dağılmağını heç şekilde sevmirəm. Çünkü üzümü gördüğünüz gibi çok şey bilmirəm. Sadəcə pomadamdan daha doğrusu pomadam və göz makyajımdır ki, çox önemlidir. Kontur de. Gələm. Neyse, dediğim kimi səbir zamanın əsəridir və siz doğru şəkildə səbr edərək və doğru şəkildə həyatınız üçün çabalar etdikcə görəcəksiniz ki, doğrudan da dəyişən sizin həyatınızdır. Danışan insanların bir önəmi yoxdur. Danışan vəziyyətlərin bir önəmi yoxdur, bir əhəmiyyəti yoxdur. Onların olmağının bir mənası yoxdur. Dönəm bu həyatda hər zaman düşüncələrim fərqli ola bilər, amma dəyişməyən bir düşüncəm var ki, İlerlemek isteyen edir, değişmek isteyen değişir, yola devam etmek isteyen edir, etmek istemeyen yerinde sayılır, hareket etmir, olduğu kimi qalır. Bu hayatta her şeyin bir bələdləri var, yəni hiçbir şekilde hiçbir şey deyirlər, çok rahat şekilde olmur. Misal için bir insan eğer gözəl olmaq istəyirsə, gözəllik üçün qurban verməlidir. Yəni vaxtını gözəlliyinə, bədənini ayırmalıdır, zamanını ayırmalıdır, sağlamlığını ayırmalıdır, həyatını ayırmalıdır. Bir insan pul istəyirsə, işləməyini ayırmalıdır, sevgi istəyirsə, sevgisini ayırmalıdır. Bu həyatda hər şeyin bir balansı var.
balans üzerine kurulan bir dəngenin üstündəyik. Ve burada kurduğumuz hayatın sadece bize ait olduğunu düşündüğümüz anda zaten uduzuruq. Anlamamız lazım olan şey odur ki, vəziyyət buradakı heç nə bizə ait değil. Buradakı her şey bir üzyadır. Ama zaman bizim əsərimizdir. Zaman bizim vaxtımızdır. Zaman bizə işləyir. Onu anlamağımız ve onun üzerinde işləməyimiz şərtdir. Yoxsa əks təqdirdə heç bir mənası qalmır. Heç bir mənası və niyə olduğunu bilmirik. Çünki hal-hazırda cəmiyyətdə nə görürük? 50-60 yaşına gəlmiş insanlardır ki, həyatlarının bir yerindən sonra mən bu həyata niyə gəldim? Mən bunu niyə yaşadım? Sualını verirlər. Əgər ki, indi 20 yaşlarınızdasınızsa, bir dəqiqə davam edəcəm. Əgər indi 20 yaşlarınızdasınızsa və bu 20 yaşları yaşayırsınızsa, inanın ki mənə, bu 20 yaşlar bir də gəlməyəcək. 40-50 yaşınızda mən niyə yaşadım? Mən bunun üçün yaşadım. Boşu-boşuna bu həyatı yaşamışam. Boşu-boşuna bu evi tikmişəm. Boşu-boşuna bu işdə oxumuşam. Suallarını sözdən özünüzə vermək istəmirsinizsə, 20 yaşlarınızda həyatınızı yaşayın. O evi də alacaqsınız, o işi də görəcəksiniz. O mülkü də quracaqsınız. Amma o əyləncəni, o 20 yaşlardakı həyəcanınızı bir də yaşamayacaqsınız. O gözəlliklə bir adamın şansınız olmayacaq. O enerjide olmayacaqsınız. O aurada olmayacaqsınız. Buna görə də hər zaman öz yaşınızın gedişatını anlayın. Və ona görə hərəkət edin. Çünki biz öz dəyərimizi bilmədiyimiz təqdirdə heç kim bizim dəyərimizi bilməyəcək bu həyatda. Və o dəyəri bilmədikləri təqdirdə də biz o dəyərsizliyin altında əziləcəyik. Yəni bunu unutmamağımız lazımdır. Əksi təqdirdə uduzan yenə biz oluruq. Çünkü cidden 20 yaşlar çok güzeldi. Çok şöylədir. Çok güzel şeyler öyrədir bizə. Dadını çıxardıraq yaşamağımız lazımdır. 20 yaş keçmisinizsə, həyatınızın ikinci bir dövrəsi başlayıb və sosial missiyanız artıq özünü göstərir deməkdir. Bu zamanda insanlara ilham qaynağı olacağınız mövqe seçməyiniz lazımdır. Yaşamaq üçün etmək lazımdır. Səhv də olsa edin. Dərs çıxardın, bir davam edin. Düşdünüz, qalxın. Tozlarınızı təmizləyin, sirkələnin bir də hərəkətə keçin. Tozlarınızı sirkələyib təmizlədikdən sonra inanın heç kim sizin uduzmağınız belə insanların gözünə görünməyəcək, inanın mənə. Bu arada geçen oldu mu? Neyse bunu belə edeyim. Mən sizi çox sevirəm. Sizdən. Sizinlə danışmaq mənə çox yaxşı gəlir. Əlimdə olsa sizdən bəzi yerlərdə bəzi insanların yanında çox olmaq istəyirəm. Amma inanın ki, bir yerdə həmişə sizi hiss edirəm. Hər zaman mən sizin yanınızdayam. Çünki sizi çox sevirəm. Bu həyatda insanların çox yaxın bildiyi insanlar belə uzaqlaşdığı bir dönəm olur və bəzən biz necə, nə üçün suallarını veririk. Amma doğru sual doğru yerdə işlədir. Çünki düşünün, sizin bu həyatda dünən bir pasient gəlib onunla bir söz işlədir edir. Mən hiçbir zaman həyatda heç kimi qınamamışam. Dedim, necə yəni? Bir misal üçün deyək, yoldan bir nəfər keçir, öz uşağının qolunu dartaraq gedir. Necə bir reaksiya göstərir? Deyir ki, fikirləşəm ki, niyə bunu eləyir? Dedim, qınadın axı. Qınamaq deyil axı bu. İnsanlar hal-hazırda qınamağın nə olduğunu verirlər. Buna görə dedim, yaşınızın nə olduğunu önemli değil. Qınamağın, yaşamağın nə olduğunu bilin. İnsanlar bu həyatda niyə sualını, bu adam niyə bunu elədi? Bu adam nə üçün bunu elədi sualını verirsə, o niyəni siz yaşayacaqsınız həyatınızın bir yerində. Buna görə də heç bir zaman heç kəsə doğru sualı verdiğiniz əmin olacaq şəkildə yaşayın. Heç bir zaman heç bir şeyə niyə, nə üçün olduğunu yargılamadan hərəkət edin. Çünki siz həyat bunun qədər uzun deyil. Həyat bunun qədər vecinizi alacaq qədər proses deyil. Yəni ölümlər, itimlər, dağılmalar, yox oluşlar əslində hər biri bir başlanğıcdır. Keçən dəfə bir söz dedim, hər ikisi çox qəribə gəldi bir yol ortamında. Yəni düşünün, bir yolda gedirsiniz və maşınınız xarab olur. Qabağınızda bir qadın var. Maşın düz şəkildə get davam etsə və o qadın vurulacaq. Bir tərəfdə də bir ev var. Çadır üçün bir şey var, onun içində uşaqlar, ailə yaşayır. Hansını vurmağa çalışarsınız sualını verdim. Hamısı dedi ki, divara tərəf verirəm ki, oradakilər divar zərədə olsun və s.
Dedim axı orada evdir. O ev dağıldığı təqdirdə onun altında uşaq ölə bilər, ailə ölə bilər, anı altı ölə bilər, çadır kimi bir yerdir yəni. Dediyim yer. İlk hamısının ağlına şey gəldi. Maşını döndürəcəm, voj edəcək. Baxın, bütün həyatda müharibələr belə. Müharibələrdə belə söz işlədilir. Bir insanın ölümü tragediyadır, amma sülh üçün müharibə meydanında ölən o qədər insanın ölümü qalibiyyət vəziyyəti yaradır. Çünki insanların çoxunun azının olma önəmli deyil. Böyük itimlərin olmamağı üçün kiçik itimlər verilməlidir. Özünüzdən böyük mənbələrin getməyini istəmirsinizsə, kiçik itimlərinizi icazə verin. Kiçik vəziyyətlərin olmasına icazə verin. Kiçik tragediyaları yaşayın. Kiçik travmaları yaşayın. Kiçik yox ilişləri yaşayın. Yox olun o kiçik yox oluşlar. Amma inanın mənə ki, o kiçik yaşamadığınız təqdirdə böyük sizi öldürə bilər. Həmişə işləmişəm. Mən heç bir zaman kinli bir insan deyiləm. Heç bir zaman kinli bir insan olmuşam. Yəni mənim həyatımda olan insanlar bilir. Amma bir yerdə bir söz oxumuşdum bundan 8 il öncə. Dovşan dağa küsməz, kin də tutmaz. Amma heç bir zaman incidikdən sonra o dovşan o dağın ətrafından fırlanaraq keçər. Heç bir zaman dağa uğramaz. Özümü o dovşana oxşadıram bəzən. Niyə? Çünki kinli qalmıram heç kimə qarşı, amma bir daha onun ətrafından belə keçmiyorum. Uğramıram, baxmıram, alandan çox çıxardıram. Həyatınızda olan mövqelərə doğru şəkildə seçin. Doğru şəkildə hərəkət edin. Doğru qərarlar verməyə çalışın. Siz təksiniz. Siz özəlsiz. Sizdən bir də olmayacaq. Bu bədəniniz, bu cisminiz hal-hazırda sizdədir. Bu hakimiyyət indi sizdədir. Bundan sonrakilərdə sizdə olmaya bilər. Bunu nəzərə alaraq hərəkət edin. Sevin, sevinin, yaşayın. Gözəllikləri görün. Sizindir bunlar. Bu anda sizindir. Bu an üçün sizindir. Zaman sizə işləyir. Heç nəyə qaçmayın. Bilin ki, qaçdığınız, çatmağa çalışdığınız hər şey sizin görə bilmədiyiniz və çata bilmədiyiniz, gecikdiyiniz yerlərdir. Hər birinizi sevirəm. Sağlıqla qalın. Gələcək bölümdə görüşərik. Bugün biraz mənim hazırlaşmağım kimi oldu. Mövzular biraz spontan oldu. Söhbət elədik. Amma gələn dəfəki bölümümüz sırf travmalar üzrə olacaq. Çünki uzun müddətdə sizinlə danışmırdım və məni görmək istəyirdiniz. Ona görə çəkdim bu videonu. Bildirim ki, bəyənmişsiniz məni. Məni sevdiniz. Gələcək mövzumuzda travmalar, ayrılma nisbətləri travmalar olacaq. Özünüzə yaxşı baxın. Suallarınızı aşağı yaza bilərsiniz. Mənə şəxsdə yaza bilərsiniz.